Salam, necəsiz? Bugün sadə vasitələrlə necə təmiz və şəffaf nəticə əldə etdiyimi bu videoda göstərirəm. Videonu izləyin, kanalıma abunə olun, sonda videonu bəyənməyi unutmayın. Əgər siz də par-par şişələriniz parıldamasını istəyirsinizsə, yağışda belə ləkə qalmamasını istəyirsinizsə, videonu izləyin. Belə bir boş qab götürüb, qabın içərisinə bir çay qaşığı diş pastası, bir çay qaşığı qab şampunu, bir çay qaşığı da alma sirkəsi əlavə etdim. İndi isə üzərinə yarım stəkan su. Yarım stəkan suyu da əlavə edib yaxşıca qarışdırırıq. Yaxşıca qarışdırdığım məhsulu bu da nəticə şişənin necə par-par parıldadığı. İnanın ki, kamera nə dərəcədə təmiz və şəffaf göstərir deyə bilmərəm, ancaq şişənin necə təmiz və şəffaf olduğunu bu məhsulu istifadə edəndə görəcəksiniz. Çox asan və sadə, tez bir zamanda da hazırlanan bir məhsuldur. Siz də hazırlayın və görün. Qoy eviniz hər zaman təravətli və gözəl olsun.